deyək, bitki mənşəliyə kim misal deyər? Kim, nərinin çox zəifsənsə, kim deyər? Daha sonra, buyursan yapın. Pambıq və kətan bitki mənşəliyə aid əyləş. Heyvan mənşəliyə kim deyər? Kim? Sonra, buyur. Yun və ipək əyləş. Minerala isə nə hansı aiddir? Buyur. Asbest, bəli. Asbestdən bu istilik keçirməyə qarşı istifadə olub. Yəni, o araqat boruların arasını bərkitmək üçün, istiliyin qarşısı itməsin deyə, bükmək üçün ondan istifadə olunur. Bu belə. Mineral kim deyər? Minerala aid kim deyər? Dedik. Kimyavi liflər kim deyər? Kimyavi liflərdən kimyavi. Sonra, buyur. Süni və sintetik olur. Kim misal deyər? Süni liflərə kim deyər? Süni liflərə. Buyur. Sonra, o birini kim deyər? Buyur. Kapron basın. Bəli. İndi bax, bu liflər siz bilirik ki, sağ, ümumiyyətlə, alınanda bir rəng alır. Bir rəng. Parça da elədir. Toxunanda boz rəngli toxunur parçadır. Hamısı bir rəng olur. Sonra bunlar boyulur. Boyamadan keçir. Bizim Azərbaycanda qədimdə boyaq materialı olaraq təbiətdən alınan məhsullardan istifadə olunur. Kim bilir, o hansı məhsullardır ki, o ipi boyaya bilər? Hansı maddə boyaq maddəsi kimi istifadə oluna bilər? Məsələn, evdə siz yumurta boyuyursunuz, nədən istifadə edirsiniz ondan? Mən istəyirəm sizdən alın onu, boyamaq üçün. Hansı məhsullardan istifadə olunur? Qədimdə hansı məhsullardan istifadə olunur? Məlumatınız yoxdur, onu mən deyim. Soğan qabığı, əyləş, sonra o yumurta boyayanda. Amma qədimdə müxtəlif otlardan, təbiətdən gələn otlardan, ağaçlardan istifadə edərək olur. Məsələn, nar çubuğundan istifadə olunurdu boyamada. Və digər otlar olub, həmin otlardan istifadə olunub, boyamadan istifadə olunub. Sonra texnologiya inkişaf edildi, kimya sənayesi inkişaf edildi, çoxlu boyaq maddələri çıxırdı. Həmin boyaq maddələrini istifadə edərək saplar boyanıb və belə toxuma məmulatları hazırlamaq üçün istifadə olunurdu. Belə, indi ən çox tikmələrdə güllərdən istifadə olunur da, elə deyilmi? İndi istifadə olunan naxışlar iki yerə ayrılırdı. Siz onu hələ bilmirsiniz, mən deyim sizə. Bir təbiətdən gələn, bir də həndəsi figurlardan olan. Biri təbiətdən gələn naxışlar, hansı naxışlar adlana bilər ki, məsələn? Nə naxışlar ola bilər sizcə? Bax, nə naxışlar ola bilər? Nə naxışlar? Gül. Kim deyər? Bax, planlı şəkildə ardıcı buyur. Gül, yarpaq, budaq, tomurcuqlar. Təbiətdə özgə nə var? Nə var? Təbiətdə nə yaşayır? Nə var? Quşlar, heyvanlar, bunlar var. Bax, bunların təsvirini çalışıb tikmələrdə göstərirlər. İndi ən çox da bizim istifadə elədiyimiz nələrdir? Güllərdir. Ən çox güllər barədə nə deyə bilərsiniz siz məsələn? Gül barədə nə deyə bilərsiniz? Hansı gülün nə mənası var? Ondan xəbəriniz var? Adam bir elədiyi şeyin mənasını bilərdən, görürsən, adınızın mənasını bilən kimi o gülün də mənası haqqında bir məlumatınız var mı? Elə götürək qızıl gül. Qızıl gül necə yaranıb görəsən? Heç bir fikirləşirsiniz mi? Yox. Deyir ki, Həzrət Peyğəmbərimiz Məhəmməd sallallahu əleyhi və səlləm Miraca çıxır. Miraca gedir Allahın münacatda. Miracdan qaydanda o çox sıxılır, tər tökülmüş. Tər yerə düşüb, ayağını ora basıb. Deyir, oradan bir qırmızı gül çıxdı. Bu qırmızı gül qızıl gül adlanır. Ona görə də qızıl gülə sevgi, məhəbbət rəmzi kimi baxırlar və qızıl gül güllərin şahı sayılır. Peyğəmbərə də Peyğəmbərlərin əfəndisi deyirlər. Yəni Allahın sevimli bəndəsi, ən uca varlıq deyirlər. Həzrət Peyğəmbər oxumaq haqqında o qədər gözəl kəlamlar işlədir, o qədər gözəl. Deyir, elm içində olsa belə, onun dalınca gedin.
Sonra nə barədə eşitmişsiniz? O elm barədə, Peyğəmbərin dediyi barədə bir söz eşitmişsiniz. Deyir, mənə bir... Buyur. Beşikdən qəbul kimi elm verir. Ay, sağ ol, çox sağ ol. Deyir, mənə bir hərf öyrədənin qulu olaram. Möhtərəm prezidentimiz Heydər Əliyev, bu öndərimiz, keçmiş prezidentimiz, bu öndərimiz deyir ki, Məkkəyə ziyarət eləyəndə deyir, deyir ki, biz Həzrət Peyğəmbərin yolu ilə gedəcəyik. Niyə? Çünki o elm dalınca getməyi tövsiyə edib həmişə. Həm də deyir ki, təhsil millətin gələcəyi, elə deyil. Siz gələcək sizin əlinizdə və sizin təhsiliniz olmasa, yaxşı oxumasanız, millətin gələcəyi ola bilərmi? Xeyr, ola bilmər. Ona görə hər kəs öz yerində çalışıb, daha yaxşı oxumalı, daha yaxşı elm öyrənməyə çalışmalı. İndi biz bugün bütün siniflərlə hamı Gül bayramına hazırlaşırıq. Sözsüz Gül bayramında bizim bu balaca əl tikmələri gedə bilməz. Böyük işlər görməliydik daha doğrusu. İndi həmin işlər görmək üçün gərək indidən öyrənək nə isə yuxarı 7-ci sinifə, 8-ci sinifə çatana kimi yaxşı işlərimiz olsun əlimizdə. İndi gəlin belə edək. Əvvəl bu tikmələri yadımıza salaq. Görək ki, bu tikmələr yadımıza necə tikilir. Qıta qrupuna tapşıraq zəncirvari tikir. Sizin qrupa iynədala tikiş edirsiniz. Sizin qrup məxməri tikir. Məxməri tikişə, uşaqlar, həmişə tutaq ki, adlanırdı qaçvari. Bir də zigzag deyirlər. Amma Azərbaycan dilində əslində onlar məxməri, zigzag deyəndə kəsişən xəttədir. Məxməri deyəndə gör nə gözəl səslədir. Məxmər. İndi başlayırıq həmin məxməri tikişi. Siz eləyirsiniz iynədalanı. Sizin qrup tikir, zəncirvarını Gülevcinin qrupu tikir. İndi hamı iynəni saxlayır, başlayırıq. İşlər açın görün. Tikmələrdə hansı saq növündən istifadə edilir? Kim deyər? Hansı saq növündən tikiş daha gözəl göstərilir? Buyur. Muline saq deyirlər. Bəli, xüsusi toxuma saqları. Hansı saq idi? Sənin qrupun desin görün kızım. Muline saqlardan. Muline saqlardan. Muline saqlar da müxtəlif rəngdə olur. Açın görün, baxın görün kimdə hansı saqlar var. Muline saqlar. Siz saxlayın, hazırlayın. Mən ona kimi sizə müəyyən göstərişlər verir. Uşaqlar, indi gələcəkdə bundan sonra biz müxtəlif naxışlar istəyəcəyik. Həmin naxışları işləmək üçün və sizə dedim, nəbati naxışlardan, həndəsi naxışlardan istifadə olunur, elə deyilmi? Naxışları siz işinizi görüb, naxışları siz özünüz də eləyə bilərsiniz. Məsələn, çox sadə şəkildə o naxışları yerinə getirmək mümkündür. Naxışların alınması üçün evdə də özünüz iş görə bilərsiniz. Məsələn, bax, kağızdır, beləcə qatlayırsan. Baxın, saxlayın hazırlayın, belə qatladıq, bax, bütün kağızı. Bax, adi kağızdır, qatladıq. Sonra bunu yenə qatlayırıq. Və bunun üzərində istədiyiniz naxışı siz ala bilər, çəkə bilərsiniz. Nə naxış istəyirsiniz, çəkə bilərsiniz bunun üzərində. Və bunu kəsəndə həmin naxışları ala bilərsiniz. Mən sizə göstərim bilmirik. Bax, baxırsınız. Bax, görürsünüz. Buta çəkə bilərsiniz, nə istəyirsiniz, çəkə bilərsiniz və bunu həmin istiqamətdə kəsmək mümkündür. İndi baxın. Elini göstərin. Tikməli. Yox, o nümunədir. O nümunədir, bir dərsə görüşür. Sizin öz icmal var mı? Bəli, müəllimə dərsi. Verdim ki, üstünə qoyub yazasınız.